fiilin arzu şəkli ilə bağlı hansı fikir səhvdir? Siz bilirsiniz ki, bir dənə qulaq asırıq. İdi, imiş, əmir, bir də şühudi keçmiş zamana qoşulmuş. İsə hissəci isə əmrə, arzuya, bir də şərtə qoşulmayacaq. Başa düşdük? Deməli, biz bilirdik ki, idi, imiş hissəcikləri əmr və şühudi keçmiş zamandan işlənmir. İsə hissəci isə əmr, arzu şərtdən işlənmir. Deyir, üçüncü şəxsin təkində şəxs şəkilsiz işlənir deyirsə, o yaza, düzdür. Çox vaxt arzu şəklində olan fiildən əvvəl kaş yazla, gərək yaza, bu da düzdür. Fiilin kökünə ya başlanğıc formasına a, ya və şəxs şəkilsi artırmaqla düzəlir. Doğrudur. Deyir ki, arzu şəklinin üzərində iri, imiş, isə hissəciklərini artırma olur, səhvdir. Axı, sən bilirsən ki, isə hissəciyini əmr, arzu, şərtə əlavə eləyə bilmirik. Arzu şəklinin üzərinə idi, imişə artırır, amma isəni əlavə eləyə bilmirsən axı. Bu səbəbdən də D variantı yanlışdır. Əzbərə gedən cavabdır. Arzu şəkli işin gələcəkdə icrasının arzu edildiyini bildirir. Bu isə doğrudur. Deməli, variant olaraq götürdünüz. D variantı. D variantı. Gəldi indi, baxırıq 2-yə. Deyir, fiillərdən birini iki müxtəlif zamanda düşünmək olmaz. Bax, biri var deyirsən ki, uşaq, oyuncağı uçurdu. Burada, qulaq asırıq, burada uçmaq fiilindən uçurmaqdır, şühudi keçmiş zamandır. Bir də var deyirsən ki, quş göydə uçurdu. Bu zamansa uç fiildir, indiki zamandır, da idi hissəciydi. Yəni, iki cür düşündün. Qalanların şifahi deyil. Biri var deyirsən ki, o uşağı qaçırdı. Nə etdi? Qaçırdı. Qaçırmaq fiili. Bir də var deyirsən ki, idmançı stadionda qaçırdı. Qaçır. Qaç kök. İndiki zaman da idi olacaq. Biri var deyirsən ki, babam işığı keçirdi. Keç fiil. Leksik şəkilçi. Şühudi keçmiş zaman. Bir də var deyirsən ki, uşaq bizim küçədən keçirdi. Keç fiil. İndiki zaman da olacaq idi hissəci. Biri var deyirsən ki, mən bu kisəmi itirdim. İtmək kök, leksik, olacaq şühudi. Bir də var deyirsən ki, gözdən itirdi. O məndən uzaqlaşdıqca gözdən itirdi. İtfil, indiki da olacaq idi. Amma sən B variantın yalnız düşünəcəksən gülfil, indiki da olacaq sən idi hissəci. Yəni B variantını iki zamanda düşünə bilməyəcəksiniz. Bildiniz? Gəldik. 3-ə baxırsınız. 3-də bizə deyir ki, şeir parçasında işlənmiş fiil şəkilləri hansı ardıcılıqla işlənmişdir? Bir ud ağacıyam, şaxlı budaqlı, bir qaya daşıyam, sinəm bulaqlı. Getsəm də bu dünyadan sözlü soraqlı. Getsəm olacaq şərt şəkli. Bənzətmə bir şirin xəyala məni, sən bənzətmə. Buna deyəcək biz. Əmr şəkli. Məhəbbət məni kamala yetirib, yer dəyişmə olub. Bu da olacaq nəqli keçmiş zaman, xəbər şəkli. Sıra ilə götürəcəksən şərt, əmr və xəbər. Şərt, əmr və xəbər. Bir variant. Sonra gəldik 4-ə baxırıq. Məsələn, 4 primitiv bir testdir. Bizdən arzu şəkli soruşursa, A variantında yazmalıyam, vacib şəkildə çıxırsan. Sonra satasıyıq, hərəsindən birini deyirəm. Sat fiil, ası lazımdır, çıxırsan. Mən yazım, sən yaz, o yazsın. Əmr şəkildə çıxırsan bunda. Mən yazsam, bu da şərt şəkildə yenə çıxırsan. Amma B variantında yaz fiildir, may inkardır, A arzudur, san şəxs sonluğudur. Sat fiildir, A arzu şəkildə, sınızda şəxs sonluğudur.
Deməli, yazmayasan, bir də satasınız. Götürəcəksiniz bunu arzu şəkli. Gəldi indi 5-ə baxırıq. Feil əmr şəklində işlənmişdir deyirsə, qızıl damğa vurmalıyam satqınların dar alnına. Hansı şəkildə? Vacib şəklidir, bəli. Ah necə kef çəkməli əyyam idi. Burada gördüyünüz kimi təsriflənən feil yoxdur. Gördüyümüz feili sifətdir. Buna çıxır. Çınqılığa çatanda qabaqda gedən adam büdrədi. Büdrədi hansı şəkildir sizcə? Xəbər şəklidir. Vətənsiz yaşaya bilərəmmi? Bir feil əl qeyri-qəti gələcək zaman hansı şəkildir? Xəbər şəklidir. Bu məktubu ona çatdırırmı? Mən çatdırım. Sən çatdır, o çatdırsın. Mən çatdırım. Çatdırım burada feil başlanğıc forması plus şəxs onluğu olduğu üçün olacaq hansı şəkil? Əmr şəkli. Deməli, götürdünüz Y variantı. Qeyri-müəyyən təsiri halda işləmiş isim. Qeyri-müəyyən təsiri hal nə deməkdir? Nə sualına cavab versin? Dedik ki, qeyri-müəyyən təsiri halı azı haldan fərqləndirmək üçün biz 4 üsuldan istifadə elədik. Şəkilçi bərpa elədik, bu artırdıq, xəbərdən uzaqlaşdırdıq, sual verməklə. Fərid anasına məktub yazdı. Yazdı kim Fərid? Kimə anasına? Nə yazıb? Nəyi yazıb? Məktubu yazıb. Görürsənmi? O məktubu yazıb, bu məktubu yazıb. Olacaq qeyri-müəyyən təsiri hal. Kitabları müəllimə qaytardım. O kitabları müəllimə qaytardım. I-nı burada görürsənsə müəyyəndir. Qələmi çantaya qoydu. O qələmi, bu qələmi görürsən şəkilçini konkret müəyyəndir. Məktəbin yəlikdir. Direktoru adlıqdır, kök mənsubiyyətdir çünki. Kitab bilik mənbəyidir. Kitab adlıqdır, bilik yəlikdir, mənbəyidir də adlıqdır. Gördüyünüz kimi qeyri-müəyyən təsiri hal oldu A variantında. Gəldiniz 7-yə baxırsınız. Mənsubiyyət şəkilçisi qəbul etmiş söz adlı halda deyil. Demək istəyir ki, sözün üstündə mənsubiyyət şəkilçisi olsun, amma o adlı halda olmasın. Azərbaycan dili inkişaf etmiş dillərdəndir deyirsə, Azərbaycan dili mənsubiyyət şəkilçisi qəbul edib, amma adlı haldadır. Bu komanda İngilis futbolu. İngilis futbolu ikinci növ təyini söz birləşməsidir. İkinci növ təyini söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yiyəlik hal, ikinci tərəfi də mənsubiyyətdir. Bu komanda əsl İngilis futbolunu oynayır deyirsən. Çünki oynayır təsiri feildirsə, bu komanda əsl İngilis futbolunu oynayır. Olacaq təsirli halda. Təsirli hal, təsirli feillə əlaqələnir çünki. Uzun danışıqlardan sonra rəhbərləri nəhayət ki, razı oldu. Onun rəhbərləri adlı haldadır. Elmlər Akademiyası mötəbər qurumdur. Akademiyası. Yenə burada kök mənsubiyyəti aldıqdadır bu. Onun ailəsi hər cür fədakarlığa hazır idi. Onun ailəsi kök mənsubiyyət, bu da adlıqdır. Yəni nəticədə İngilis futbolunu oynayır. Bildiniz? Gəldik 8-ə baxırıq. Qeyri-müəyyən yiyəlik halı isimlərdən birini müəyyən yiyəlik hala çevirmək olmur. Məktəbin qapısı qırıldı, deyə bilirsən. Kişinin sözü bir olar, deyə bilirik. Vətənin həsrəti məni vətənə qayıtmağa sövq etdi, deyə bilirik. Çörəyin ətri lap uzaqdan gəlirdi, deyə bilirik. Amma Gəncənin şəhəri deyə bilmirik axı. Şəhərin əsl yiyəsi Gəncə deyil axı, ölkənin şəhəridir. Demişdik ki, mənsubiyyət şəkilçi sözün əsl sahibi yiyəsi o deyilsə, deməli başa düşürük ki, biz onu qeyri-müəyyəni müəyyənə çevirə bilməyəcəyik. Bildiniz? Görən bir variant. 9-a baxırıq. Hansı cümlədə qeyri-müəyyən yiyəlik halda olan iki isim vardır deyirsə, Cəlalın cavabı müəllimi qane etdi. Cəlalın müəyyən yiyəlik haldır. Hamımız iftar süfrəsi. İftar süfrəsi iftarın süfrəsidir də. Qeyri-müəyyəni tam çevirə bilməsən də, amma buradakı mənsubiyyət onu göstərir ki, bu qeyri-müəyyən yiyəlik haldır. İftar süfrəsinin ətrafı. Bu da süfrəsi də qeyri-müəyyən yiyəlik haldır. Yəni 2 dənə qeyri-müəyyən yiyəlik halda olduğu üçün B götürəcəksən. Röya sınav imtahanında burada bir dənə qeyri-müəyyən yiyəlik hal var. Ramazan bayramı burada da bir dənə qeyri-müəyyən yiyəlik hal var. Şahin yeni mövzunu yaxşı mənimsədi.
Deməli, burada da gördüyünüz kimi ümumiyyətlə yəlikal yox. Bu səbəbdən variantımız oldu B variantı. Gəldik ona baxırıq. 10 çox asan test idi. Bəzi yoldaşlarımız səhv yazıblar. Bəndənin birində xəbər şəklində işlənən fe'l qarşılıq növdədir. Yolda görüşüb birlikdə kəndə qayıtdılar. Kəndə qayıtdılar hansı növdədir sizcə? Hansı qrammatik məna növdür? Qayıt məlum növdədir. Bizdən hansı növ istəyir? Qarşılıq növ. Keçmiş dostlar indi salam, salamla, salamlar. Salamlaş hansı növdür? Qarşılıq növdür. Və xəbər şəkli d-nı da görürsən də burada şuhudi keçmiş zaman oldu xəbər şəkli. Götürdüm B variantı. Fərid sabahki yarışa ciddi hazırlaşdı. Kim hazırlaşır? Özü hazırlaşır da. Yəni özü hazırlaşıbsa, Fərid hazırlaşıbsa məlum növdədir. Ata bala bir-birinə sarmaşdılar. Bütöv kökdürsə məlum növdədir. Yığıncaqda bu barədə çox danışıblar. Bu da olacaq məlum növdə. Nəticədə variantımız nədir? B variantı. Gəldik 11-ə baxırıq. Lazım şəklində olan fe'l işlənib deyirsə, deyiləsi söz, necə söz, nə cür söz? Deyiləsi nədir burada? Deyiləsi nədir? Fe'li sifət. Bu məktublar tezliklə sahiblərinə çatdırılmalıdır. Malı nədir burada? Vacib şəkli. Qardaşın 3 gündən sonra gələsidir. Ası nəyin şəkilsidir? Lazımın variantımız. Bu il əkləsi sahə, necə sahə, nə cür sahə? Əkləsi sahə, bu olacaq fe'li sifət. Vaxt gələr, hər şey yoluna düşər. Burada ümumiyyətlə sən lazımın ası şəkilsinin olduğunu bilirsənsə, burada axı ümumiyyətlə o yoxdur deyə götürmürsən. Olacaq C variantı. Gəldik 12-yə. Hansı cümlədə təsriflənən fe'l? Təsriflənən fe'llə təsriflənməyən fe'l arasındakı fərq nə idi? Təsriflənən fe'llər şəxsi kəmiyyətə görə dəyişirdi, amma təsriflənməyən fe'llər isə şəxsi kəmiyyətə görə dəyişmirdi. Məqsədim yaxşı oxumaqdır. Məstərdirsə təsriflənməyəndir, şəxsi kəmiyyətə görə dəyişmir. Görəsən bu dünyada kimsə qalacaq. Deməli, başa düşürsən ki, bu xəbər şəkli olduğu üçün təsriflənən fe'ldir. Təsriflənən fe'l deyəndə sən nə götürməlisən mütləq? Şəkilləri götürməlisən. Təsriflənməyən olsaydı nə götürərdi? Məstər, fiili sifət, fiili bağlama. Hanı dediyim bəy ərənlər? Hanı dediyim bəy ərənlər? Dediyim ərənlər hanı? Burada gördüyün kimi nədir? Fiili sifətdir. Mən gələndə idarədə adam yox idi. Gələndə fiili bağlamadır. Biri var idi, biri yox idi. Ümumiyyətlə fe'l yoxdur. Nəticədə variantın olur B variantı. 13'e baxırıq. Gələcək zamanda olan fe'l var deyirsə. Gələcək zaman bilirik ki, bölünür 2 yerə. Qəti gələcək, bir də qeyri-qəti gələcək zaman. Qətinin şəkilçisi acaq. Qeyri-qətinin şəkilçisi də bəli, ar. Düzdür. Sabah vaxtında gəlsin. Hansı şəkildir sizcə bu? Sabah vaxtında gəlsin. O gəlsin. Əmr şəkli. Bugün hamı hazır olmalıdır. Malı varsa vacib şəklidir. Tezdən kəndə yola düşəsi, ası varsa lazım şəklidir. Birazdan qatar gələr. Gələrdəki əri görürsüz, qeyri-qəti gələcək zaman şəkilçisi. Deməli nə olacaq? Qeyri-qəti gələcək zaman. D variantı. Dünən kitabxanaya getmişdik. Mışlı nədir? Keçmiş zaman xəbər şəkli. Deməli variantın olacaq D variantı. Gəldik 14'ə baxırıq. Hansı nümunədə 2 zərf işlənmişdir deyirsə, siz öncə varianta baxın. Gecə gündüz canan deyə bağlanın. Nə zaman? Gecə gündüz. Bu birinci zərfi. Baş-başa veribsiz. Nə tərzdə? Baş-başa. Bu da ikinci zərfindir. Variantın budur. Gəldik indi digər variantlara baxın. Burada götürdün yenə. Sonra üzü bəri baxan dağlar, dağlar sizdə üzü bəri baxan. Bəri baxan. Götürdüm burada yer zərfi. Yanaşı getdilər xeyli beləcə. Birdən yetişdilər. Gördüyümüz kimi bizdən ikisini istəyirdi. Burada 3 dənədir. Şaxta ata mindi, qılınc çəkərək təbiət insanla durdu üz-üzə. Bir dənədir.
Və 2 dənə istədiyi üçün götürdük Y variantı. Gəldik 15-ə. Zərf mübtəda rolundadır. Ən azından biz bilirik ki, mübtədanın sualları nədir? Kim, nə, bir də hara. Kim, nə, hara suallarına birinə cavab verir. Yadınızda qalsın ki, ora, bura, bu sözlərə yönlü kan şəkildə əlavə edirsinizsə, oraya getmə deyirsənsə, bu olacaq artıq yer zərfliyi. Yəni mübtəda deyil. Yuxarıya çıx. Burada da əlavə edə bilirsənsə yer zərfliyidir. Arxain ol. Oraya, buraya çox qaçma. Yer zərfliyi. Pəncərədən daş gəlir. Ay bərbax, bərbax. Burada da ümumiyyətlə yoxdur. İndi gəldiniz. Bura çox darısqal və havasızdır. Darısqaldır, havasızdır. Hara, bura. Deyə bilmirsən axı buradakı buraya çox darısqal və havasızdır. Deyə bilmədiyin üçün deməli bu adı halda olan mübtədamız. Gəldik 16-ya baxırıq. Hansı cümlədə zərf var? Uşaqlar qaça-qaça meydana yığıldılar. Dedik ki, qaça-qaçanı əvəz edə bilirsinizsə, qaçaraq deyə bilirsinizsə nə götürəcəksiniz? Feli bağlama. Qəsəbədə yad bir adam dolaşırdı. Qəsəbə isim, yad sifət, bir say, adam isim, dolaşmaq fel. Gördüyünüz kimi yox. Hazırlaş rayona gedən avtobus indi tərpənəcək. İndi. Nə zaman? İndi. Bu oldu sənin zərfin. İşçilərlə görüşmədən. Madam bilirsən ki, sən feili bağlamanın şəkilçisidir. Yayın istisində haraya gedəcəksən? Demə nə zaman deyib gedib zərf götürmə. Yayın istisində nə zaman deyib zərflik götürürsən. Zərf bir nitq səsidir, amma zərflik cümlə üzvüdür. Zərflik bir çox şeylərlə ifadə oluna bilər ki, burada da söz birləşməsində ifadə olunur. Normalda burada yay olur sənin ismin, istisi olacaq sənin sifətin, hara olur sənin sual əvəzin, bu da olur sənin fiil. Nəticədə zərf yoxdur. Zərf olacaq indi C variantında. Gəldiniz 17-yə. Hansı cümlədə zərf fiili bağlamaya aiddir? Zərfdən sonra nə gəlsin? Sizə izah edib göndərdiyim dərsdə buna aid bir neçə izah eləmişdim. Bir neçə izah var. Zərf fiili bağlamaya aiddir. Ucadan zərfdir. Ucadan zərfdir. Danışan nədir bəs? Fiili sifət. Tez zərfdir. Gəlmək nədir? Məsəl. Gec nədir? Zərf. Hazırladığın nədir? Fiili sifət. Asta zərf. Danışarkən nədir? Fiili bağlama. Demək variantımız D variantıdır. Qabaqcadan gələnlər. Zərfdir. Gələnlər də nədir? Fiili sifət. Demək variantım olur D variantı. 18-ə baxırıq. Birgəlik növ nə deməkdir? İş bir yerdə icra olunsun. Həmişə də təsirsizdən düzəlib, təsirsiz olmalıdır. Dostlar bir yerdə işlədilər. Hansı növdür sizcə? Məlum növ. Çox şükürü var. Yenə gəldik, görüşdük. Ötənlərdən, keçənlərdən soruşduq. Burada soruşduq. Deməli, çox şükürü var. Yenə gəldik, görüşdük. Burada defis falan var. Bir dənə oradan baxın. Görsənlər orada. Burada yaxından görünmür. Belə qarışıb deyə. Defis yoxdur. Çox şükürü var. Yenə gəldik, görüşdük. Gəldik, görüşdük. İndi burada defis varsa, mürəkkəb feil kimi düşünürsə də bir-iki götürəsiniz. Ayrı-ayrı kimi düşünürsə bu məlum olacaq. Bu görüşdükdə qarşılıq növdə olacaq. Ötənlərdən, keçənlərdən soruşduq. Bu da olacaq məlum növdə. Qoşunlar şəhərdən çıxan kimi hər kəs bir-birinə qarışdı. Qarışdı məlum növdədir. Uşaqlar ağlaşdılar. Ağlamaqdan ağlaşmaq. Ağlamaqdan ağlaşmaq. Nəhayətdə götürəcəksən bir yerdə icra olunur. Çiynədilər məlum. Didişdilər qarşılıq. Ditdilər məlum. Bir-birinə alqana qərq etdilər. Bu da olacaq məlum. Didişmək qarşı-qarşıya baş verən prosesdir deyə qarşılıq. Oldu D variantı. 19. Məchul növ istəyir. Geyinir hansı növdədir? Geyinir Aha, demək hansı növ olacaq? Qayıdış növ olacaq. Düşünür. Məlum növdür. Deyinir. Özü öz üstündə olduğu üçün nə götürəcəksiniz? Nə götürürük?
Qayıdış növ götürürük. Demişdik ki sevin bütöv kökdüsə məlum növ götürürük. Amma deyirsən ki o hazırlığa yazılır. Yazmaqdan yazılmaq. Bu da olacaq məşhur növ. Gəldi 20-yə baxırıq. Aşağıdakilərdən hansı icbar növdə deyil? Biz deməli cümlə daxilində işlədək. Məhsulu yığdır, torpağı qazdır, məktubu yazdır, lövhəni sildir, amma uşağı güldür deyəndə həm sözün kökü təsirsizdən düzəlib təsirli olub, həm də burada problem odur ki, işi neçənci şəxs icra edib burada? İkinci şəxs. Amma icbar növdə işi neçə şəxs icra eləməlidir? Üçüncü şəxs. Burada sən güldür dediyin üçün olacaq məlum növ, yəni D variantı icbar deyil. 21. Feillərdən biri qarşılıq bilgəlik növdə deyil deyirsə, baxırsan burada salam, salamlar, salamlaş qarşılıq növdədir. Vuruşmaq qarşılıq növdədir. Yazışmaq qarşılıq növdədir. Gülüşmək də bilgəlik, yəni birkə götürdük bunu. Amma yarış sadə feildir və nəticədə bu məlum növdədir. Ona görə götürdünüz Y variantı. 22. Məlum növdə olan feil. Məncə bunu düşünməyə ehtiyacımız yox idi. Çünki mən istisnaların içərisində qaydada yazmışdım sizə ki, bildirmək, dəyişdirmək, çıxarmaq məlum növdədir. Geyinmək qayıdış növdədir. Aldırmaq icbar növdədir. Lövhə silindi məşğul növdədir. Gülüşmək isə birgəlik növdədir. Ona görə götürdüm A variantı. Feillərdən biri icbar növdə deyil deyirsə, deməli icbar növ üçün biz şərt qoyduq. Dedik ki, təsirlidən düzəlib təsirli olmalıdır bu bir. İkincisi isə ay sağ ol, işin mütəkkimi icra eləməlidir. Üçüncü şəxs icra eləməlidir. Burada baxırsan ki, sən lövhəni sildir, məktubu lövhəni sildir, torpağı qazdır, avadanlığı işlətdir. Sonra məktubu yazdır dedin. Amma göndər sadə feildir. Bütün sadə feillər hansı qrammatik məna növünə aiddir? Məlum növə aid. Variant B. Gəldi 24-də. Feili bağlamaya aid fikirlərdən biri səhvdir. Qaydada yazmışıq ki, feili bağlama yalnız hansı cümlə üzvü olacaq? Feili bağlama yalnız hansı cümlə üzvüdür? Zərflik. Feili bağlama yalnız zərflikdir. Feil bağımı yalnız zərflidirsə, necə mübtədə tamamlıq ola bilər? Bu yanlışdır. Bunu bilmirsənsə, heç olmasa bir dənə feili bağlama götür. Deyirən ki, məsələn, yaz təsdiq və inkarda olur. Yaza yaza, yazmaya yazmaya. Gülə gülə, gülməyə gülməyə deyə bilirsən. Hərəkətin tərzini bildirir. O qapını döyüb içəri daxil olur. Nə tərzdə? O utanıb başını aşağı saldı. Nə səbəbə? Zamanını da deyirsən ki, o hazırlığı bitirib evinə gedəcək. Nə zaman? Hazırlığı bitirib. Bu da sənin zaman. Demək bu da oldu. Müəyyən qrammatik məna növündə olur. Desən ki, məktubu yazanda anam yanımda idi. Məlum növdür. Mən hazırlığa yazılanda dostum yanımda idi. Məşğuldur. Paltonu geyinəndə əynimə olmadı. Qayıdışdadır. Mən onunla salamlaşanda mənə salam vermədi. Qarşılıqdır. Biz görüşəndə müəllim içəri daxil oldu. Birgəlikdir. Məktubu yazdıranda icbardır. Sonra hansı deməli? Məsələyə baxılanda direktor buna nəzarət edirdi. Bu da olacaq şəxsi. Gördün ki, yenə dəyişib. Onun hamısını bir-bir demişik. Zərfin müəyyən xüsusiyyətlərini daşıyır, düzdür. Feili bağlama həm feilin, həm zərfin xüsusiyyətini daşıyır. Zərf kimi hərəkətin tərzini, zamanını, miqdarını bildirə bilir. Düzdür, yerini heç vaxt bildirmir. Amma tərzini, zamanını, səbəbini, kəmiyyətini bildirə bilər. Zərfdə səbəb zərfi yoxdur. Amma zərflikdə var o. Götürəcəksən A variantı. 25-ə baxırıq. İndiki zaman mənalı feil sifət. Çox primitiv bir sualdır ki, çoxunuz nəyə görə səhv yazsın, mənə başa çıxmıram sizdən. İndiki zaman məzmunun feil sifətin şəklisi nədir? Deməli, sən bunu axtaracaqsan da. Mən sizə izah eləmişdim ki, əndən bir addım əvvələ əgər ma artıra bilirsənsə feil sifətdir.
An əndən bir addım əvvələ ma artıra bilmirsənsə, inkar artıra bilmirsənsə, deməli bu sifətdir. Deyə bilmirsən axı güləməyən oğlan. Əndən bir addım əvvələ artıra bilmədiyin üçün bu sifət. Deyinməyən qarı, amma bu feili sifət. Anı götürmədin. Mış keçmiş zaman məzmunludur. Dəriləcək meyvə gələcək zaman məzmunludur. Əkilmiş çiçəkli keçmiş zaman. Gizlədilən məktub, açılan sir indiki zaman məzmunludur. C variantı. Gəldi 26-ya. Ib feili bağlama şəkilçisi deyil. Siz mənə deyin görüm, ıbın araqla əvəz edəcək. Rövşən məktubu çıxararaq, deməli feili bağlamadır. Bunu saxlayayım. O işlərini qurtararaq, günah lövhəni təmizləyərək, həkim xəstəni müayinə edərək. Amma birincisi feili bağlamadan sonra vergül qoyulmamalıdır. Bu əşyalar çox köhnəlib atılmalıdır. Köhnəlib nə əşyalar? Atılmalıdır nə əşyalar? Həmcins xəbərlərdir. Biri xəbər şəklində, digəri vacib şəklində. Yəni bunu həm də araqla əvəz edə bilmədiyimiz üçün olacaq nəqli keçmiş zaman. Gəldi 27-yə baxırıq. Yenə ıb feili bağlama şəkilsidir. Eyni şeyi burada da istifadə edirik. O kürsüyə yaxınlaşaraq Nadir qaçıb evdən uzaqlaşdı. Nadir qaçaraq evdən uzaqlaşıb. O bəzənərək toya gedib. O atasından utanaraq gizlənir. Amma o evə bizdən biraz əvvəl gəlib xəbər funksiyasındadır, yatıb xəbər funksiyasındadır. Feili bağlamada heç vaxtı xəbər ola bilməyəcəyi üçün, yəni B variantını götürməyi ağla sığmazdı artıq. Götürə bilmərik yəni. Gəldi 28-ə. Zərflər defisdə yazılmalı idi. Atüstə necə yazılmalıdır? Bitişik. Başdan ayağa defisdə. Üz, üzə defislə. Bir və bir bitişik. Birdən birə defislə. Bir dəfəli bitişik. Tələm tələsik defislə. İrdən ilə defislə. Deməli, yeməli. 29-a baxırıq. Həm sadə olsun, həm də düzəltmə olsun deyirsən. Kişi yola düşəndə dan yeri yenicə ağarırdı. Burada ca ədatdır, yeni sadədir. Feili bağlamadır düşəndə. Bugün həm ürəklə, həm də xeyli çalışdıq. Xeyli sadədir, ürəklə də düzəltmədir. B variantımdır. Əlini ərklə düzəltmədir. Qərib, qəmgin mürəkkəbdir. Hiləgərcəsinə düzəltmədir. Deməli, variantımız oldu. B variantı. 30-a baxırıq. Zərfləri göstərin deyir. Uşaqlar yan-bayan əyləşmişlər. Nə tərzdə? O hərarətlə cavab verdi. Nə tərzdə? 1-4. Baxa-baxa nədir? Feili bağlama. Gəl ha gəl nədir? Ay sağ ol, isim. Gözləmədən nədir? Feili bağlama. Deməli, 9-cu sinif üzrə sizin qrupdan ən yüksək nəticə Türkandadır. M Türkan, hə? Məmmədova Türkan. Deməli, Məmmədova Türkan neçə yazmışıq? 26-4. Afərin sənə. Hansı məktəbsən Türkan? Aha. Deməli. Təbrik edirik Türkan səni. Afərin sənə.